Bugün hamımız biz Qalatiyalıların məktubundan oxuyacaq, başlayacaq daha doğrusu, müzakirə olacaq. Qalatiya məktubunu çalışaraq hər bazar günü Qalatiyalardan, yəni bu Həvari Paulun məktubundan oxuyaq və onu araşdıracaq. Deməli, Qalatiyalara məktub 6 fəsildən ibarətdir. Müəllifi də Həvari Pauldur. Necə ki, biz bunu müqəddəs yazıda oxuyuruq. Qalatiyalara deməli, Həvari Paul nə üçün məktub yazıb, səbəbi nədir? Bu haqda da danışacaq. Qalatiya ümumiyyətlə şəhər deyil, kənd deyil, nə də ki, qəsəbə deyil. Qalatiya nədir? Ölkədir, vilayətdir daha doğrusu. Bəli, Kiçik Asiyada olan vilayət olub o vaxtı qədim dövrdə, yəni Həvarilər dövründə, İsa Məsihin dövründə. Və Qalatiyanın bir neçə şəhəri var idi və ümumiyyətlə əlbəttə ki, paytaxtı da var idi. Şəhərin biri, özdəki böyük şəhər, paytaxt olan şəhər Ankara olub. Hal-hazırdakı Ankara şəhəri. Yəni Qalatiya vilayəti Türkiyədə yerləşir. Bəli. Onun deməli paytaxtı Ankara olub, indi isə Ankaradır. Nəinki Qalatiya, məsələn Pontiya və başqa bir neçə vilayətlər, məsələn Asiya vilayəti. Asiya vilayətinin məsəl üçün İzmir, Efes şəhərləri vardır. Ladikiya şəhəri hal-hazırda çaşmıramsa Dəniz şəhəri adlanır Türkiyədə. Bergamodakı kənddir, qəsəbədir, daha doğrusu belə. Qalatiyada böyük bir vilayət olub o dövrdə. Kiçik Asiyanın vilayəti, yəni Roma imperiyanın bir vilayətidir. Və orada dostlar, bir neçə cəmiyyət yaranıb. Həvari Paul vasitəsilə nə vaxtsa Həvari, Pavel da, belə deyək, Barnaba da, başqa bir həvarilər də orada müjdə yayıblar. Və müjdə yayaraq orada bir neçə qrup, sonra da həmən o qruplar cəmiyyətə çevrilib, yəni ki, iman edən məsihçilər, bacı qardaşlar olub. Və həmən o deməli, ölkəyə Həvari Paul bir məktub yazır. Bu məktub da müqəddəs yazıda bugün var. Biz bununla tanış oluruq və gəlin bugündən oxuyaq. Baxın necə yazılıb. Həvari Paul deyir, nə insanlardan, nə də insan vasitəsilə yalnız İsa Məsih və onun ölülər arasından dirildən Ata Allah vasitəsilə Həvari təyin olunan Pauldan və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam. Deməli, salamlayır. Amma bilirsiniz, maraqlısı nədir? Həvari Paul bir neçə məktub yazır. Bir neçə məktubları da müqəddəs yazıda, yəni ki, İncil kitabında var. Amma bu cür salam vermir. Bilirsiniz necə salam verir? Rəbb İsa Məsihin qulu, ya da Ata Allahın qulu, Rəbb İsa Məsihin həvarisi Paul, mən Pauldan deyir, sizə salam. Amma burada baxın necə bacı qardaşları salamlayır. Deyir ki, mən nə insanlardan, nə də insan vasitəsilə seçilmişəm. Yəni həvari olub. Yalnız İsa Məsih və onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam. Sizcə niyə belə salam verir? Niyə belə salamlayır? Yəqin ki,
Kəndə tanışları oldu. bəzi bacı qardaşların, bəzi məsihçilərin ürəyində şübhə yaranıb. Şübhə yaranıb. Həvari Paul necə birdən həvari oldu? Rəbdənmi təyin olunub? Bəlkə kimsə insanlardan onu seçib ola bilsin. Amma deyir, yox, insanlardan yox. Nə də ki, insan vasitəsilə. İnsan vasitəsilə seçilən olub. Həvarilərin kitabında biz oxuya bilərik. Amma Paul haqqında elə yazılmayıb. Onu həvari təyin edən şəxsən Rəbb İsa Məsih olub. Bilirsiniz necə? Yadınızdadır. Necə görüşüb? Paul İsa Məsihlə necə görüşüb? Rəbb İsa onu necə seçib? Bu haqda da Qalatiyaların məktubunda qısaca yazılıb. Bu haqda danışacaq. Bu məktubda həvari Paul başa salmaq istəyir ki, İsa Məsihlə birgə həyat yalnız imanla əsaslanmalıdır. Bilirsiniz, həmən o ölkədə ya da deyək vilayətdə cəmiyyətlərdə problem yaranıb. Bu problemi də cəmiyyətdə kimsə kənardan gələn bəziləri yaradıb. Onlar İsa'ya iman etdilər. İsa'nı qəbul etdilər. Bu müjdəni qəbul etdilər. Bu müjdə ilə yaşayırdılar və birdən kimsə, siz təsəvvür edin, gəlib deyib ki, yaxşı, İsa'nı ki qəbul etdiniz, çox gözəl. Allahın yolundasınız, çox gözəl. Axı siz Yahudisiniz. Yəni ki, onlardan çoxsu İbranilər olub da Yahudi. Siz Yahudisiniz. Siz dinlərinizi niyə dəyişmişsiniz? Siz dininizi niyə dəyişirsiniz? Çox gözəl dininiz var. Tövrət əsasında bu dininiz var. Musa Peyğəmbərin təyin edildiyi bir din var. O yolla niyə getmirsiniz? Ata-babalar, yəni bu yanlış bir təlimdir, yanlış bir dindir. Musa Peyğəmbərin vasitəsilə Allah Teala qanun göndərib bizə. Qanun ver. Bu qanunla da yaşamalıyıq. Bu verilən qanun da əbədidir. Müvəqqəti deyil. Bəs siz niyə bu qanunla yaşamırsınız? Niyə bu dini elə bil ki, kənara çəkib, siz tam başqa təlimlə yaşayırsınız? Həvarilərin kitabında maraqlı bir, bilirsiniz, əhvalat olub, yazılıbdır. Həvarilərin 15-ci fəsildə deyilir ki, deməli, qabaqcadan demək istəyirəm ki, həvarilər Pavl'la Barnava bir neçə ölkədə olaraq müjdəni yayırdılar. İsa Məsih haqqında insanlara danışırdılar, insanları imana gətirirdilər. Cəmiyyətlər yaranırdı və hardan ki, hansı cəmiyyətdən çıxıblar, o cəmiyyətə də yenə də qayıdıblar. Və o cəmiyyətdə sevinclə deməli, onların işlərindən danışırdılar. Rəbb onlara necə xeyir dua verib, necə bir möcüzələr göstərib. Nə qədər bu yadilli insanlardan, bütpərəstlərdən, Allahsız olan insanlar necə imana gəlib. Onlar bu müjdəni necə qəbul edib. Bu bütlərdən necə ayrılıb həqiqi Allahı necə tanıdılar. Bu haqda danışırdılar. Amma bir problemlə öz cəmiyyətlərində rastlaşıblar. Onların cəmiyyəti Antakiyada olub. Antakiyadakı bilirsiniz, bugün də ələ Antakiyadır. Elə deyilmi? Deməli, baxın, yazılıb ki, Yahudiyadan gələn bəzi adamlar Antakiyadakı imanlı bacı qardaşlara belə təlim öyrədirdi. Nə danışırdılar görəsən? Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz. Yəni, siz qanuna riayət etməlisiniz.
Bu bizim dinimizdir. Yox, o öz yerində İsa Məsihə ki, iman etdiniz, çox gözəl. İsa Məsih deyirsiniz ki, Allahın oğludur, xilaskarımızdır, çox gözəl. Amma bilin ki, bax bu kəlam vasitəsilə yaşamaq istəyirsinizsə, yazılıb ki, əgər siz Musanın qoyduğu adətə görə, deməli, sünnət olmasanız, Tövrət ilə, yəni qanun ilə yaşamasanız, onda siz xilas ola bilməzsiniz. Çünki bizi xilas edən, bax bu müqəddəs kitabdır. Bu Tövrat kitabıdır. Bu Rəbb Allahdan verilən qanundur. Yadınızdadır da Sina dağında. Rəbb Allah öz xalqına kitab göndərir, qanun göndərir, 10 əmr göndərir. Bu əmrləri riayət etməlidirlər ya yox? Etməlidirlər. Yaxşı, bəs onlar sizdən artıqdır. Siz niyə bəs riayət etmirsiniz? Və cəmiyyətdə aranı qarışdırdılar. Və baxın necə yazılıb sonra da. Sonra da deyilir ki, Paulun Barnaba bu adamlara çox çəkişib mübahisə etdi. Mübahisə etdi, nəhayət qərara deməli alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualı, deməli bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər. Orada da bu sualı yəni qaldırsınlar. Neyniyik biz? Neyniyik? Elə də oldu. Bu sualı qaldırdılar və həvarilər qardaşları qulaq asaraq dedilər ki, bəs istər Yahudi, istər belə deyək, yadilli bir insan olsun, əgər Məsihi qəbul etməsələr, bu müjdəni qəbul etməsələr, heç kəs xilas ola bilməz. Bizi, Yahudiləri, heç bir insanı qanun kamilləşdirməyib. Yəni ki, bizi xilas edə bilməyib. Yalnız bizə göstərib, bizə açıb ki, biz günahkarıq. Bizi məhkum edir, amma bizi xilas edə bilmir. Bizə göstərir ki, sən günahkarsan. Yazılıb ki, misal üçün, qatillik etmə, ya da oğurluq etmə, ya da tamaq salma. Bu indi sadalayanda baxsan ki, o da var, bu da var, o bir şey də var, bu bizim yəni xalqımızda elə bu qanunsuz işlər, qanunsuz əməllər ortaya çıxır. Onda elə çıxır ki, qanun mənə qarşı, yəni zid gedir. Əksinə məni mühakimə edir. Bəs neyniyək? Burada da Rəbb Allah öz vahid oğlunu göndərir ki, hər kəs onun vasitəsilə iman edən həlak olmasın. Amma buna baxmayaraq Qalatiyalarda bəli, cəmiyyət yaranıb, amma bəzi yahudilərdən də oralara da gəlib onlarla mübahisə aparır. Yaxşı, çox gözəl. İsa Məsihə iman etdin. Sən cəmiyyətə gəlirsən də, indi iman edirsən. Sən bəs bilmirsən ki, sən Azərbaycanlısan? Elələri var da deyir. Bilmirsən ki, bu rusların təlimidir. Allah üçün fərq yoxdur, kimdir? Yox, Allah üçün fərq yoxdur. Bizim üçün fərq var. İnsan ağlıdır. Sən İnsan fikirləri. hansı bir dində doğulmusan? Sən niyə yaxşı birdən belə döndün? Bilirsiniz, yəni bu keçmişdə necə olub? Bugün də heç bir şey dəyişilməyib. Heç bir şey dəyişilməyib. Elələri də var. Dostlar, Yahudilər doğrudan da Allahdan qorxan, Allaha hörmət, Allaha xidmət, məhəbbədə gedirdilər, dua edirdilər, oruç tuturdular. Həftədə 1-2 dəfə oruç tutanlar var idi. Amma heç bir şey həyatında dəyişiklik görünməyib. Və baxın dostlar, İndi Allahla insanlar arasındakı bu düzgün münasibət necə yaranmalıdır? Bax, burada indi Həvari Paul izah edir, başa salır. Ya da
Allahla düzgün münasibətimiz, yəni Allahla insanlar arasındakı düzgün münasibət qanun vasitəsilə olmalıdır ya da iman vasitəsilə. Və gəlin baxaq Həvari nə deyir? Deməli deyir ki, atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Bu, yəni xeyir duanı istəyir öz yerində. Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün özünü fəda etdi ki, bizi indiki şər dövrdən qurtarsın, azad etsin. Və sonra da deyir ki, Allaha əbədi izzət olsun. Amin. Gəlin 6-cı ayədən oxuyaq, baxaq nə yazılır. 6-dan 10-a qədər kim oxuyar dostlar? Mətn oxuya bilərsən? 6-cı ayədən 10-a qədər. Diqqətli olaq dostlar. Tək müjdə. Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allaha belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. Əslində başqa müjdə yoxdur, amma sizi lərzəyə salıb Məsihin müjdəsini tərif etmək istəyənlər vardır. Amma istər biz, istərsə göydən gələn bir mələk belə bizim sizə yaydığımız müjdəyə zid bir şeyi müjdə kimi yaysa, ona lənət olsun. Əvvəlcə dediyimizi indi bir daha deyirəm. Kim sizə qəbul etdiyiniz müjdəyə zid bir şey yayırsa, ona lənət olsun. İndi mən insanları yoxsa Allahı məmnun etməyə axtarıram? Yoxsa insanları mı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. Bura qədər. Çox sağ olun. Əyləş. Deməli, Həvari Paul indi başa salır ki, tək bir müjdə var və öz məktubunu, yəni burada ürəyində nə ağrılar, belə deyək də, nə bir narahatçılığı varsa, bunu indi açır. Deyir ki, mən deyir, heyrətlənirəm, deyir. Mən deyir, çaşbaş qalmışam. Sizə görə mən çaşbaş qalmışam, deyir. Niyə? Çünki Məsihin lütfü ilə sizi çağıran Allah, deməli, sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. Allahla düzgün münasibətləri qurmaq üçün Həvari Paul bax orada müjdəni yayıb. Bu həqiqi müjdəni açıb və birdən eşidir ki, tam başqa bir müjdəni qəbul edirlər insanlar. Yəni, həmin o başqa bir müjdə insanlara, o bacı qardaşlara başa salır ki, siz qanun vasitəsilə yaşamalısınız. Sünnət olunmalısınız. Musa Peyğəmbərin dediyi sözlərə riayət etməlisiniz. Mən də deyir, çaşbaş qalmışam. Doğrudan da elə. Və baxın nə deyir? Mən də həvariyəm. Mən də sizin kimi insanam deyir. Sizin kimi insanam deyir. Və əslində başqa müjdə yoxdur deyir. Başqa bir müjdə yoxdur. Mən nə deyir, insanlardan, insan vasitəsilə həvari olmuşam. Nə də ki, insanlardan bu təlimi qəbul etmişəm. Mən Rəbdən bu təlimi alıb sizə çatdırmışam. Və deyir ki, sizi lərzəyə salıb Məsihin müjdəsini təhrif etmək üçün istəyənlər vardır. Qorxuya salırlar da. Ay, bax, cəhənnəmə düşəcəksən. Sən ki, bax, bu yolla getdin, ha. Öz dinindən ki, döndün. Sənin yerin cəhənnəmdir. Nə eləyirsən, xeyri yoxdur. Ona görə də insanlar lərzəyə düşür, qorxuya düşür. Yox, başa düşürəm, çox gözəl bir kitabdır. Çox gözəl bir təlimdir. Amma sağa, sola baxanda o saat qorxuya düşür ki, ay, nə deyəcəklər mənim haqqımda. Bilirsiniz, Şirvan şəhəri o vaxtında Əli-Bayramlı olub. Yadıma düşür, bir nəfərlə tanış oldum. Məsihçi bir imanlı, özünü məsihçi adlandıran.
Soruşdum, nə var, nə yox, necəsən? Öyrəndim ki, məsihçidir. Bu da deyir ki, bilirsən, deyir, mən bu kitabı deyir, oxuyuram. Bu kitaba deyir, elə ürəyimlə deyir, bütün qəlblə yapışmışam ki, deyir, bu kitabsız yaşaya bilmirəm. Nəysə, elə xoşuma gəldi, həmən kəs elə xoşuma gəldi. Elə bilirsiniz, diqqətlə qulaq asırdım və nəysə ağlıma bir fikir gəlib, sual verdim. Yəqin ki, evdəkilər də imanlıdır da. Yox, atan, anan imanlı deyil. Düz yox. Onda yəqin ki, çox çətin olar da sənə. Deyir, bəli. Çətindir, amma çalışıram ki, xəbərləri olmasın. Nə mənada? Nə mənada? Deyir, xəbərləri yoxdur ki, mən İsa Məsihi qəbul etmişəm. Bəs sən necə evdə dua eləmirsən? Deyir, bilsən necə? Öz otağım var, öz otağım var. Otağıma girirəm, kitabı açıb oxuyuram, dua eləyirəm. Onlar da elə başa düşürlər ki, mən deyir, namaz qılıram. Gün ərzində 3 dəfə keçirəm otağıma. Onlara da elə başa salıram, mən deyir, əvvəl namaz qılırdı. Elə deyir ki, mən deyir, namaz qılıram. Allahdır da, Allahdır. Mən deyir, namaz qılıram. Xahiş edirəm. İşimə qarışmır. Bəli, yəni maniçilik olmasın. Çünki namaz qılan vaxtı da var da, səhər, günorta, mənim axşam. Bu vaxt xahiş edirəm, heç kəs otağıma girməsin. Yəni birdən bilərlər, gülərlər də, yəni sən İslamı qoyub. Ay, sağ ol. Yox, lərzəyə düşər də indi. O sadəcə bu nə olan şeydir? Belə bir tərbiyə də almamısan bizdən. Nə oldu birdən belə döndü? Və mənə deyir ki, hə, bax belə gizlincə mən deyir, namaz qılıram orada. Onlar elə başa düşür. Amma əslində mən namaz qılmıram. Mən yaxşı deyirəm, onlar səni məsihçi kimi tanımır. Yox, bəs necə? Onlar elə başa düşürlər ki, mən belə müsəlmanam və başqaları üçün də bir nümunəyəm də, yəni ki, məndən ibrət alırlar da. Valideynlərim də nə gözəl bizim övladımız var. Mən baxdım, dedim ki, yox. Bəs kitabı... Sən İsa'dan utanmamalısan. Sən əgər İsa'nı qəbul etmisənsə, onda açıq-aydın deməlisən. Danışmalısan. Çünki onların haqqında da sən narahat olmalısan. Çünki onlar tanımırlar İsa'nı. Öz xilasını bilmirlər, tanımırlar. Onlar sənin kimi xilas olsunlar deyə, yoxdur, yox, elə deyil. Mən onda beləsiz baxdım ona, dedim ki, onda elə çıxır ki, sənin müjdən, o müjdəni ki, sən qəbul etdin, mənim müjdəmdən tam fərqlidir. Çünki sənin müjdən, yəni sənin bu yolun icazə verir ki, qohumlarını, yaxınlarını aldadarsan. İcazə verir. Burada nə var ki? Kəlamda elə yazılmayıb axı. Kəlamda elə yazılmayıb, dostlar. Və həvari Paul baxın nə deyir. Amma istər biz, istər göydən gələn bir mələk belə bizim sizə yaydığımız müjdəyə zid bir şeyi müjdə kimi yaysa, yox, sən belə çalış, belə çalış. Yəni, səni təqib etməsinlər, qovmasınlar deyəndə, bax, bu cür yaşa inan. Kim bu cür, baxın necə yazılıb. Deməli, bu yaydığımız müjdəyə zid bir şeyi müjdə kimi yaysa, ona nə olsun? Başqa sözlə sən lənətə düşürsən, deyir. Həvari Paul bu sözlə, yəni tək o məsihçiləri elə qorxutmur, özünə də aiddir. Baxın necə deyir. Əvvəlcə dediyimizi indi bir daha deyirəm. Kim sizə qəbul etdiyiniz müjdəyə zid bir şey yayırsa, ona deyir lənət olsun. İndi mən insanları, yoxsa Allahı mən məmnun etməyi axtarıram.
Yoxsa insanları mı razı salmağa deyir çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, mən Məsihin qulu olmazdım. Əgər mən də bu cür sizə öyrətsəydim, mən də elə lənətə düşürəm də elə çıxır. Bilirsiniz niyə? Çünki mən həqiqi kəlamı çevirirəm. Və Rəbb Allah bunu görür. Bəzilər deyir ki, İncil kitabı nə olub? Dəyişilib. Kimsə götürüb onu çevirib. Başqa sözlə bizim fikirlərimizi çevirmək istəyir. Bizim anlayışımızı çevirmək istəyir. Yəni ki, sən düz başa düşmürsən. Oxuduğun kitab tam dəyişilibdir. Tam çevrilibdir. Ona görə də nəyi oxuyursansa düz deyil, elə deyil. Əzizlərim, elələri də o yad bir müjdəni insanların beyninə otuzdururlar. Bəli. Üzrsən, gəlmiş əsl İncil, əsl Bibliya Vatikanda gizlədiblər də. Güya. Gah bilirsiniz, mən neçə ildir ki, mən məsihçiyəm, gah eşidirəm Vatikanda, gah Türkiyədə, gah Fransada, gah harda və heç kəs nə ona toxuna bilir, nə onu götürə bilir, nə aça bilir, nə yaya bilir. Orada qalıb orada. Orada qalıb. Kilit altında qalıb. Vatikanda da sadlanın altında. Cəmaatı da qorxudurlar, aldadırlar. Bu cürlə, əzizlərim, o vaxtda da, bax, elələri var idi ki, gəlib deyirdilər ki, yəni bu yad bir müjdəni yayırdılar, lazım olmayan məlumatı yayırdılar, deyirdilər ki, yox, belə deyil, belə deyil. Kimin maşını var burada? Mənim maşınım var. Motosikletim var da, eləmi? Mənim də maşınım var. İndi kimin ola bilsin ki, maşını var, kimin yoxdur. Nəysə. Sən maşını belə deyək də parklayıb da, yəni ki, parkda saxlayıb ya da ki, qarajda saxlayıb evə getsən, sonra da yəni qayıtsan maşını götürmək üçün birdən görsən ki, maşının təkərləri yoxdur. Maşının təkərləri yoxdur. Ya da ki, maşının təkərlərini kimsə dəyişib. Gözlərimi yumarsanmı? Hə? Neyniyəsən Mətən? Axtararam. Mən sırası sığortaya zəng edirəm. Axtaracaqsınız da, ya yox? Polisə də bəlkə də müraciət edəcəksiniz ki, bəs bunu. Ya da ki, məsəl üçün, kim bu o maşınlara baxanda indi yəni axrannikdə mühafizə əgər orada dura-dura birdən xəbəri olmayıb ki, maşına kimsə toxunub, təkərlərini aparıb, gedib ondan yapışacağam. Sən hara baxırdın? Elə deyil. Elə deyil, dostlar. Yaxşı. Bəs Rəbb Allah öz bax bu gözəl kəlamına görə ayıq deyil. Onun gözlərinin qabağında kimsə götürüb kəlamını oğurlayıb başqa bir kəlam gətirsin. İcazə verərmi? Hə? Elə çıxır ki, buyur, elə ki, mən nə istəyirsən elə ki, amma 5 dəqiqəlik elə bil ki, gözlərimi yumum, görməyim, neynirsən. Dostlar, Allah insan deyil. Allah insan deyil. İnsanlar o qədər yalan gətirir, çalışır. Bunu da belə deyək də, bu yalanı da iblis səpir. İblis səpir. Şübhə yaradır. Onun öz adamları var. Baxın, dostlar, Həvarilərin kitabında da oxuyuruq. Qalatiyaların kitabında da oxuyacaq. İblis neyinir? Harda ki, Rəbbin elçiləri kəlamı yayırdılar, müjdəliyirdilər. O saat onların ardınca həmən cəmiyyətə yad bir adamlar gəlib deyirdilər ki, yox, düz eləmirsiniz. Yox, dininizi dəyişdiniz. Yox, siz
uçuruma düşəcəksiniz, cəhənnəmə düşəcəksiniz. Ya siz istəyirsiniz ki, çox gözəl. Bu kitabı oxuyursunuz və heç bir söz demir. Amma siz belə yox, bu cürlə yaşayın. Bu cürlə yaşayın. Və Həvari Pavel deyir ki, istər mən, istər başqası yad bir müjdəni yaysa, mən də deyir, lənətə düşəcəyim. Mən əgər sizə deyir, tam bir, başqa bir kəlam, başqa bir müjdəni çatdırsam, Rəbb məndən soruşacaq. Axı, mən insanlardan yox və insan vasitəsilə yox, Rəbdən almışam bu müjdəni. Rəbb mənə tapşırıb, Rəbb özü açıb deyib ki, bax bunu deyirəm, çatdır. Çatdır. Başqa bir məlumatı çatdırsan, onda lənətə düşəcəksən. Onları da xilas etməlisən. Buna görə də qoy Rəbb hər birimizə xeyir dua versin, biz də ayıq olaq. Dostlar, gözəl müjdəmiz var və bu müjdə vasitəsilə yaşayaq. Gələn səfər Allah qoysa, Qalatiyaların indi Həvari Pavel ki, o ki heyrətlənir, necə oldu birdən siz yoldan döndünüz, bu haqda danışacaq. Amin.